Hər birinizi xoş gördük, hörmətli kanal izləyicilərimiz. Həqiqətən də pulu verəsən belə evə. Deyin niyə görə? İstər tikinti, istər təmir o qədər gözəl aparılıb ki, özünə şəxsi ev istəsən, bu cürünə tikə bilməzsən. Dəyərli izləyicilərimiz, gördüyünüz kimi çöldən görünüşü bu cürünədir. Hasar qabançıq daşlardan üzlənilib. Əl qapısı addenli, həyətə daxil olan avtomobil qapısı isə uzaqdan puldan idarə olan qapıdır. Bu çöl hissədən 2 mərtəbə görsənə bilər. Gördüyünüz kimi bu cürlə 2 mərtəbə görsənir. Yerdən kifayət qədər püsrüdür. Həyətin setkasına kimi var. Və həyəti tam et daşlar dör. Dəyərli izləyicilərimiz 60-ın 60-a həyət çoxusu nəzərdə tutulmuş daşlardan istifadə olunur. Yəni bu evə pul xərclənməyib, pul da deyilir. Dəyərli izləyicilər, əgər keyfiyyət axtarırsansa, elə bil ki, özünü tikmirsən. Evin yan tərəfində bu hissədə yol olacaq, hörmətli izləyicilərimiz. Təmizlənəcək, hal-hazırda tikinti işləri gedir. Evin yan tərəfində gördüyünüz kimi qarajdır. Qaraja avtomobildən pultla idarə olunan avtomobil qapısıdır ki, avtomobil başa qaraj hissəyə daxil isə bütün kamyonlar var, sayğaclar quraşdırılıb mərkəzi kanalizasiya sistemidir. Və evin alt hissəsində bu hissədə əlavə köməkçi otağı da var. Kupçalıdır. Xatırladım ki, birinci mərtəbənin döşəməsi monolit beton, mərtəbə arası monolit beton, sonda kəmər və pəncərələrin hər birisinin üstündən də kəməri var. Həqiqətən də çox keyfiyyətli incəliklər düşün. Ağ pəncərələr, prostoy pəncərələr deyir. Yəni ki, plastiklər də hamısı bahalısındandır, dəyərli izləyicilərimiz. Heç biri zəif materialdan istifadə olunur. Gördüyünüz kimi, bu hissədə monolit beton yerdə. Başda 4 monolit beton var bu evdə. Burada köməkçi otaq. Buradan da mərtəbəyə çıxışı var, dəyərli izləyicilərimiz. Birinci mərtəbəyə. Bu hissədən də gördüyünüz kimi qaraj hissəsinə keçidli. Hal-hazırda baxın, dəyərli izləyicilərimiz, qaraja giriş. Rahat şəkildə qaraja avtomobil daxil ola bilər. Kolonlardan istifadə olunur, monolit beton və bu hissədə də sanitar qovşaq nəzərdə tutulub. Təmirsizdir, istəsəniz özünüz təmir edə bilərsiniz. Həyətyanı sanatoriyasının mən əsas mərtəbəyə daxil olacağam. Kupçalıdır, dövlət ipotekasına yararlıdır. Həqiqətən çox keyfiyyətlə inşa olunmuş bir evdir. Yəni ki, var ki, pulu verirsən, usta yaxşı olmur və yaxud da material yaxşı almırsan, burada ev sahibi həm material yaxşısından istifadə edib, həm də ki, ustalar çox keyfiyyətli iş görüb. Baxın, birinci mərtəbəyə daxil olarkən bizi bu cürlə gözəl dəhliz qarşılayır. Otaqlara bölgü dəhliz vasitəsilə aparılıb. İkinci mərtəbəyə qalxan pilləkənlər meşə materialından istifadə olunur. Gördüyünüz kimi beton pilləkənlərdir və az öncə göstərdiyim kimi bu hissədən qarajdan qalxan pilləkən. Hörmətli izləyicim, xatırladım ki, birinci mərtəbənin döşəməsi ümumilikdə istipoldan işlənilib. Qranit metal hissələrdə istipoldur, laminat hissələrdə istipoldur. Daxil olaq qonaq otağına. Baxın, belə bir gözəl qonaq otağı var. TV stent, fon işıqlar, TV stentin arxalığında gizli işıqlarına kimi, internet xətti, telefon xətti, hər birisi. Yəni, evdə hər şey düşünülüb, plus ev sahibi bunu da düşünüb. İstipol olmağına baxmayaraq, radiator xətti də qoyub. Yəni, hansından istəsəniz, ondan istifadə edə bilərsiniz. Həqiqətən gözəl evdir. Video təqdimatımız dəqiqəsi uzun çəkə bilər, amma ətraflı məlumat vermək istəyirəm sizə. Bu hissədə yerləşir sanitar qovşaq. 4 dövrəmə cütdaşdan inşa olunub. Karkas fundament beton, 3 monolit betondan istifadə olunub. Bu hissədə mətbəx yerləşir. Gördüyünüz kimi mətbəxdir. Bütün kameralar mətbəxdə mövcuddur və bu hissədə mətbəxdən də ki, bir əlavə olaraq yataq otağı da var. Yəni, birinci mərtəbədə bir yataq, mətbəx, qonaq otağı, ikinci mərtəbədə də ki, 3 yataq otağı yerləşir. Ümumilikdə evimiz 5 otaqdan ibarətdir. Yerləşmə gözəl, təmiz, hündür, müalicəvi ərazidə yerləşir. Abşeron rayonu Masazır qəsəbəsi Duz gölünün, belə deyim, görünüşü olan, panoraması olan evlərdən biridir. Baxın, bura dəhlizdir, yəni bölgü dəhliz vasitəsilə aparılıb. Burada yataq otağından birincisi, bu otağında eyvana çıxışı var və dəhlizdən də eyvana çıxışı var. Bu hissədə növbəti, baxın, yataq otağı yerləşir, taxt arxalığına kimi yığılıb. Burada sonuncu yataq otağı. Hər bir aynasının qarşısı açıqdır. İkinci mərtəbənin sanitar qovşağı. Hörmətli izləyicilərimiz, materialları gördünüz olsunuz. Hər birisi yaxşısından, bahalısından və ən əsas səliqə ilə işlənilmişdir. Bu gözəl evimiz 5 otaqdan ibarət 3 mərtəbəli Abşeron rayonu Masazır qəsəbəsi 6 nömrəli məktəbin yaxınlığında yerləşir.
Əlaqə nömrəmiz 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. Start və qiymət 165 min manata təklif olunur. Real müştərilərdə qiymətdə təbii ki, razılaşmaq da olacaq. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olub videoları bəyənməyi unutmayın.